dinləmə bacarığını mükəmməl bir səviyyədə yüksəltmək istəyirsənsə və bunun üçün bir yol axtarırsansa, bu videonu sonuna qədər izlə. Bu videomuz təbii ki, bir qədər uzundur. Çünki mən burada bir təqdimat belə hazırlamışam sizlərə. Yəni girin baxın, axıra qədər izləyin. Çox sağ olun, var olun. Hər kəs salam, mən Mürseyim. Bu günlər sizlərlə listing bacarığınızı necə təkmilləşdirəcəyinizi göstərəcəm. Əgər sən də listingi dinləyirsən, lakin heç nə anlamırsan və yaxud az anlayırsansa, reading bacarığın var. Readingi oxuyursan, anlayırsan, amma listingə gəldikdə anlaya bilmirsən, yəni eşidə bilmirsən onu. Listingin sirri qulaqda deyil, beyindədir. Çünki sən eşitdiyini anlamırsan, deməli sənin beynin inkişaf etməlidir. Bunu sizə izah edəcəm. Videomu sonuna qədər izləyin. Həmçinin təqdimatda hazırlamışam bu videoya görə. Özüm hazırlamışam. Həmçinin Oxford mənbələrindən də sizə tövsiyələr verəcəm. Həmçinin öz tövsiyələrimi də verəcəm. Əgər sən abituriyentsənsə, bu videonu həqiqətən sənə vacibdir. Çünki mənim hədəf kütləm %80% hardasa abituriyentlər üçündür. Qalanları da özünü təkmilləşdirə bilər bu video ilə. Mən belə deyək də bütün eforumu ancaq buraxılış imtahanına hazırlaşanlar üçün verəcəm. Deməli, nə qarmalısınız? Əgər listing bacarığınız zəifdirsə, siz ilk öncə listing işləməlisiniz. Amma çox klassik gəldi, düzdür? Amma necə işləməlisiniz? Bax, bu metodu mənə deyən olmayıb. Ancaq mən listing, çoxlu listing işləmişəm. Bunu işləmişəm, 2 düz, onu işləmişəm, 3 düz, 6 düz gəlib, 6 düz gəlib, 8, 6 düz olmalıdır da. 6 düz gəlib çıxmayıb. Düzdürmü? 6 düzdür, mən 6 düzü əldə edə bilməmişəm. Buna görə də siz nə qarmalısınız? Hər hansı bir listingi seçibsinizsə, onu anlayana qədər dinləyin. Çünki bu listingi eləyirsiniz, keçirsiniz ona, keçirsiniz ona. Burada təkmilləşmə olmayacaq, əzizim. Çünki sən listingi dinləyirsən, onu anlamırsan. Sadəcə sözləri oradan, bu sözü burada deyib, budur variant. Bunu eşitdim burada, heç mənasını bilmirsən. Eşitsən, vursan, axırda 3 düz, belə şansın gətirsə bəlkə 4 düz çıxır. O da ki, sən o qədər öyrəşibsən, o belə eşidib yazmağı, ona görə sən 3-4 düz yazsan. Hətta bəlkə daha da az. Sən həqiqətən yazdığın variantdan əmin olmaq istəyirsənsə, o listingi başa düşməlisən. Deməli, nə qarmalısın? Hər hansı bir film ola bilər, hər hansı bir qısa bir hekayə ola bilər. DİM imtahanına hazırlaşsansa, Dövlət İmtahan Mərkəzinə, buraxılış imtahanına hazırlaşsansa, Dövlət İmtahan Mərkəzinin xüsusi olaraq topluları var da, buna aid vəsaitləri var. O vəsaitlərdən istifadə edə bilərsən. Listing bölməsini açırsan və birinci listingdən baxırsan. Görürsən ki, bu listing verib. Listing verib, suallarını verib. Listingi qoysan, qulaq assan. Qulaq assan, onu anlayamıyorsan. Bir dəfə, 2 dəfə və çoxlu qulaq asın. Çoxlu. Qulaq astınız 4 dəfə, 5 dəfə. Yenə tam olaraq anlamırsınızsa, çünki nə qədər də eşitsəm, sən readingdə yaxşısan, amma listingdə yox. Problem odur ki, sən sözü görmüsən, düzdürmü? Həm də sözdə eşidə bilmirsən də, tutmursan ki, o nə deyir? Ona görə də sən Dövlət İmtahan Mərkəzində belə bir şey yoxdur. Məsələn, arxada o listingin, belə deyək, reading formasını verə. O kitabda yoxdur. Deməli, bunun üçün DİM-in vəsaitləri var. Düzdürmü? Dövlət imtahanı, buraxılış üçün. Oradan da istifadə edə bilərsiniz. Lakin oradakı listingin readingi yoxdur. Yazılı variantı yoxdur. Ona görə siz tamamilə təkmilləşə bilməzsiniz. Buna görə də hər hansı bir vəsaitlərdən istifadə edə bilərsiniz. Vəsait də ola bilər, belə vəsait də olmaya da bilər. Məsəl üçün mən sosial platformalarda yazıram ki, short story. Yəni qısa hekayə. Qısa hekayələrdən baxıram. 1 dəqiqə, 1 dəqiqə 20 saniyə və s. və ilə axır. Bunlardan əsasən dünya nigardan istifadə edin. Çünki DİM-in sözləri orada var. Başqa bir vəsait də ola bilər bu. Yəni deyirəm, mən dünya nigardan istifadə eləmişəm. Yəni siz də ondan da istifadə edərsiniz və yaxud özünüzün, müəlliminizin məsləhət gördüyü bir vəsaitdən istifadə edə bilərsiniz. Nə qarsınız? Dinləməni götürürsünüz, dinləməni qulaq asırsınız, writing-a baxmısınız. Reading bilsən, arxasında listingin yazılı forması olur. Onu deyirəm mən. Birinci listingə qulaq asırsınız, 1 dəfə, 2 dəfə, 3 dəfə. Yəni heç kim, heç bir abituriyent də deyil, təkmilləşmiş abituriyentlər ola bilər. Amma abituriyent normal bir abituriyent listingin hamısını bilə bilməz. Yəni listingi qulaq asıb anlaya bilməz hamısını. Onun yazılı formasına baxanda, amma məsələn readingi bilir, hamısını bilir, amma listingə gəldikdə dayanır, heç nə edə bilmir. Bax, listingi qoyursunuz, qulaq asırsınız 2 dəfə, 3 dəfə. Qulaq asdıqdan sonra müəyyən bir şey formalaşır sizdə. Yəni ən azından eşidirsiniz o sözləri. Sonra nə qarsınız? Reading bölməsini açırsınız, listingi dayandırırsınız. Reading bölməsini açırsınız, yəni yazılı formasını açırsınız. Başlayırsınız
adi reading eləməyə. Oxuyursunuz, tərcümə edirsiniz, oxuyursunuz, tərcümə edirsiniz. Yeni sözləri öyrəncirsiniz, qoyursunuz kənara. Belə qutardım. Həm readingi bildim, həm listingi bildim. İndi ikisini bir yerdə işlədirəm. Necə? Buradan listingi qoydum, telefondan listingi qoydum. Buradan da mən baxıram. O deyir, mən onu izləyirəm. O deyir, mən onu izləyirəm. Belə. Məsələn, bu Oxfordun kitabıdır. O deyir, məsələn, listingdir deyə qoymuşam. O deyir, məsələn, qoymuşam oradan. O deyir, mən də buradan baxıram. Gedir. Nəm how far it is for London to Bath. Oradan deyir, mən də buradan eşidirəm. Düzdürmü? It's about nəm 100 falan. Yəni oradan deyir, mən də buradan görürəm ki, hə bu nə deyir, həm də başa düşürəm. Hə deməli bu danışdı. Hə bunlar mənim gözümün qabağına gəlir, həmçinin bunları görürəm. Yəni bu ikinci dəfə buna oxşar bir şeydir. It's about, it hər yerdə işlənir. It's about hər yerdə işlənir. Yəni eyni sözlər təkrarlanır, düzdürmü? Ona görə sən bir dəfə listingə belə baxanda avtomatik formalaşır səndə. Hər hansı bir listingdə olsa, o söz orada keçsə sırac bilərsən. Başa düşdünüzmü? Baxın, mən bu listingi qutardım. O dedi, mən buradan izlədim, bitirdik, getdi, düzdürmü? İndi nə qaracaq? Bunu qatdalayıb o üzə qoymayacaq. O listingi sabah və yaxud birisi gün, bir-iki gün keçəndən sonra yenidən həmki listingi açıb baxanda o siz üçün əzbər olur. Oradakı sözlər var ha. Orada it's yazılıb, about yazılıb, hər hansı bir söz olsun. Sizin yaddaşınızda qalıb. Yəni bitdi getdi. Bütün listingləri bu formada işləsəniz 100% nəticə alasınız. Amma mən keçən səfər dediyim kimi o da yaxşı nəticədir. O da mən daha təkmilləşmişim deyirəm sizə. İndi keçəcəm tələbələrə, universitetdəki oxuyan tələbələrə və yaxud yəni 9-cu sinifsizsə, 10-cu sinifsizsə onlara məsləhət vermək keçəcəm. İndi bu 11-lər üçün daha doğrusu, yəni vaxtı az qalanlar üçündür. Ümumiyyətlə məsələn 10-cu sinifdə heç nə bilmir, belə eləsin, öyrənəcək inşallah. Mən dediyim kimi edirsiniz və nəticəni əldə edirsiniz. Bu belə. Bunu qoyduq bir qırağa. İndi gələk daha belə üst səviyyə. Nə qarmalıyıq, nə etməliyik? Demək qoyuruq bir kənara. Əgər sən listingi təkmilləşdirməksənsə, dimə hazırlaşmağı dedim. Yəni dedim ki, listingləri tapsınız, dünya nigar ola bilər. Dimin də listinglərin hamısını işləyin, yəni bir dənə də qalmasın. Hətta mən belə deyirəm. Dimin listingini açın, bir dənə translate qoyun bura. Translate o sözləri yazsın. Dimin sözlərin translate yazsın. Axırda onu kopyalayıb atın bir notda, WhatsApp-a, harasa atın. Listingi dimdən qoyun, izləyin listingi. Buradan da oxuyun. Başa düşdünüz? Həminki variantı dimdə deyin. Dimin bütün listinglərin həmkimi əzbərləyə bilərsiniz. Əzbərləməyi anlaya bilərsiniz. Onsuz da dimdən düşür, hamısı düzdürmü? Hətta belə də eləyə bilərsiniz. Dimi listingi qoydunuz, translate yazdı onun siz üçün. Oradan da kopyaladınız, atdınız WhatsApp-a. Həm oradan readingini öyrənin, listingin reading formasını öyrənin. Listinglə readingi də bir də qoşun, təkmilləşdirin. Bu qədər izlədiyiniz sırf 10-11-ci siniflər, yəni vaxtı az onlar üçündür. Bundan sonra izləyəcəyiniz olan təqdimat, video daha çox özünü təkmilləşdirmək istəyənlər üçündür. Burada yaş məhdudiyyəti yoxdur. Həmçinin 9-10-cu siniflər də edə bilərlər, vaxtı olanlar. Belə. Təqdimata baxa bilərsiniz, ancaq disiplin istəyir təqdimat. Buradan təqdimatı sizə təqdim edirəm. Görə bilərsiniz. Bunu özüm hazırlamışam. Buradakıları birbaşa olaraq siz eləsəniz, yaxşı bir nəticə alasınız. Təqdimatı özüm hazırlamışam. Təqdimat Dövlət İmtahan Mərkəzinin imtahana hazırlaşanlar üçün yaradılmışdır. Bu belə. İngilis dilində dinləmə bacarıqlarımızı necə inkişaf etdirə bilərik? Başla, davam et və nəticəyə çat. Deməli, başlamalıyıq, davam etməliyik və nəticəyə çatmalıyıq. First start, ilk öncə başla. Deməli, başlamalıyıq nə ilə? Dinləmə tapaq. Dinləmə tapmalıyıq. İlk öncə bu çox vacib bir məsələdir. Əgər sən düzgün bir dinləmə tapsın, yəni öz səviyyəyə uyğun dinləmə tapmalısan təbii ki də. Bunu əgər bacardınsa, yəni öz səviyyəyə uyğun bir dinləmə tapdınsa, həm özünə normal olacaq. Yəni çox asan da olmasın, çox çətin olmasın. Normal olsun ki, yavaş-yavaş inkişaf edə biləsən. Hər hansı bir listingi tap, lakin onu reading formasında da olsun. Reading formasında olsa, sən inkişaf elətdirə biləcəksən özünü. Bu listing formasında olanda sən anlamaya biləcəksən. Əgər bilmədiyin söz varsa, anlamayacaqsan onu. Sonra praktik. Hər gün dinləməyə müəyyən vaxt ayır.
Lakin hər gün dinlə. Yəni ən çox önəmli məsələ budur ki, davamlı bir şeyini ağarmalısan, davamlı olaraq eləməlisən. Bu kəsin olaraq bir şeydir. Yəni bu olmalıdır. Davamlı olaraq eləsən, nəticə çatacaqsan. Davamlı olacaq 15 dəqiqə də olar, 20 dəqiqə də olar. Gündə yəni az olsun, amma hər gün olsun. Məncə 20 dəqiqə, yarım saat ancaq dinləməyə ya, başqa ingiliscə tapşırıqlarınızda yox, ancaq dinləməyə. Sonra nəticə. Artıq nəticəni hiss edəcəksən, yəni daha çox düz yazacaqsan. Bunu mən sənə kəsinliklə belə deyim də, mən sənə bu həqiqətən deyirəm ki, sən nəticəyə çatacaqsan. Əgər hər gün müəyyən qədər mən dediyim kimi bayaqları listing işləsən, həqiqətən nəticəyə çatacaqsan. Belə. Dim imtahanına hazırlaşanlar ən çox dim vəsaitlərdən istifadə etsinlər. Yox, dim imtahanına hazırlaşmırsansa, əgər özünü təkmilləşdirməyi istəyirsənsə ancaq burada Oxfordun vəsaitlərindən və s. və ilə axırı istifadə edə bilərsən. Oxford yaxşıdır. Sonra çox sağ olun məni izlədiyinizə görə. Abunə olmağı, şərh yazmağı unutmayın. Görüşənədək. Çox sağ olun.